Cəlilabad rayon Günəşli kənd sakini Quliyev Saməddin Quluoğlu. Baxın, Cəlilabad rayonunun Su Meliorasiya İdarəsi xanların özbaşınalığı, monopolist xanlar. Cəmaatın torpaqlarının başını dövlətin yolun verib, su idarəsinin işçilərinə, öz işçilərinə verib əkdirir, şərik. Motorxana burada işləyir. Onlar üçün 8 nəfər şəxsi heyətin adına pul yazılır, xanlar müəllimciyir. Bu barədə mən bir ay bundan qabaq sosial şəbəkədə cənab prezidentə müraciət eləmişdim. Dərhal xanlar Milli Məclisin deputatı 68 Cəlilabad rayon seçki dairəsinin deputat seçilən Elman Nəsirova zəng eləməklə mənə zəng elətdirdi, xahiş elətdirdi ki, bu şey götürüləcək, aradan problem götürüləcək, sən tez xahiş edirik bu çəkilişi yığışdırıcıyla oradan biz sənin problemi həll eləyəcək. Bu meliorasiyanın da ki, bugünkü günü işlədiyi ancaq Xanlar müəllimin işçilərinə işləyir bu meliorasiya. Buyurub baxa bilərsiniz, kartoşka əkirlər, kənd cəmaatının yer, torpaq sahələrini zəbt eləyiblər, əkin əkirlər. Şlanqları çəkirəm buradan, baxın. Şlanqlar hamısı bax, şəxsi dövlətin balansından pullar yeyilir. Burada sular suarır, torpaq əkilən adamlara bax, şlanqlar buradan hamısı buradan çəkilir, buradan gedir. Bu idarə birbaşa xanlar, su idarəsinin bölgü xanlara xidmət edir. Bu da ki, bizim torpaq sahələrimiz verib meliorasiyanın işçisinə. Meliorasiyanın işçisi burada öz başınalıq edir. Deyir, mənim dalımda xanlar durub. Hətta bir gün bizə demişdi ki, bir zaman dedi, İlqar müəllim durub mənim dalımda. İlqar müəllim onu zəng eləyib, cəzalandırandan sonra indi də deyir Xanlar müəllim. Bu günlərdə mən zəng elədim Xanlar müəllimə. Həqiqətən də bu işin arxasında Xanlar müəllim durur birbaşa. Çünki Xanlar müəllim deputata, seçkidə əhaliyə verdiyi sözün qaçır üstündən. Bu günləri deyir, əmlak gəlsin meliorasiyasının. Bu adam öz işlədiyi işi bilmir. Nəyə xidmət elədiyini bilmir bu adam.